Azərbaycan Respublikası Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Velosiped Federasiyası, Gənc Könüllülər İctimai Birliyi və Gənc Lider Velosipedçilər İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda iştirakçılar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin önündən başlayaraq Uzunoba su anbarına, oradan isə Ədliyyə Nazirliyinin önünədək olan məsafəni qət ediblər. Veloyuruşun məqsədi həm Ulu Öndər irsinin təbliği ilə yanaşıdır, eyni zamanda yaşıl deməli dünyanın təbliği məsələsidir. Velosiped idmanı vasitəsilə deməli yaşıl belə deyək də dünyanın təbliği və eyni zamanda onların həyat tərzinin də, gənclərin həyat tərzinin dəyişilməsi və digər bu tipli işlərin görülməsi ilə bağlı bax bu biz çalışdıq ki, maksimum onlarda bunu təbliğ edək. Hesab edirəm ki, maraqlı oldu, 50-yə yaxın iştirakçımız oldu. Təxminən bir 20 kilometrə yaxın məsafə qət olundu. Veloyürüş yarışı demək olar ki, Naxçıvanda ilkin keçirilən yarışlardandır, yürüşlərdəndir. Bizə həm sağlamlığımız üçün, həm ümumi olaraq ekologiyanın təmizliyi üçün veloyürüş çox önəmli stimul yaradır vətəndaşlar üçün də, bizim üçün də və biz də vətəndaşlar da bizi görüb belə yəni stimul yaranır onlar üçün. Veloyürüşün təşkilində məqsəd sağlam həyat tərzinin bir hissəsi kimi insanları ekoloji nəqliyyat vasitəsi olan velosipeddən istifadəyə təşviq etməkdir. Həsən Məmmədov, Rəşad Hüseynov, NTV Xəbər.